قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا تحسسوا ولا يغتب بعضكم بعضا أيحب أن يأكل لحم أخيه ميتا فكرهتموه واتقوا الله إن الله تواب رحيم صدق الله العظيم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugünkü cümə xütbəmizin mövzusu qeybət haqqında olacaq. Həqiqətən də mənəvi xəstəliklərdən biridir ki, demək olar ki, istisnasız olaraq bütün insanları, balaca, böyük, namaz qılan, qılmayan, kişi, qadın, hamı bu mənəvi xəstəliyə düçar olur. Yəni, hər birimiz təəssüflər olsun ki, bu qeybət məsələsində səhlənkar yanaşırıq. Allah bu məsələdə bizləri əfv eləsin. Amma İslam dinində, bu şəriətdə, İslam şəriətində ən ağır cəzası olan günahlardan biri də qeybətin cəzasıdır. Bu məsələ bir dəfə də xütbəmiz olub bu məsələ haqqında, qeybət haqqında. Amma əlbəttə ki, bu məsələlər, bu mövzular uzun məsələdir. Bəzən bu mövzuları bir xütbəyə yerləşdirmək olmur və bir neçə xütbədə bu mövzular izah olunur. Öncə qeybət nədir? Onun tərifinə baxaq inşallah. Qeybət əslində nədir? Bir insanın etdiyi, yəni gizlində etdiyi şeyi özünün olmadığı yerdə danışılması və o insan da onu eşitdiyi zaman pis olmasıdır. Yəni bir insan gizlində bir iş görüb, pis iş görüb və bu kiminsə yanında görüb və bu pis işi gedib cəmaət içərisində, cəmiyyət içərisində açıb danışırlar. Və bu adam da eşidir ki, mənim gizlində gördüyüm işi cəmaət içərisində danışırlar və bu da etdiyi əməldən ötürü peşman olur, üzülür və niyə mənim bu gizlində işimi aşkarda deyirlər və bu adam çox pis olur. Bu əslində qeybət budur. Amma əlbəttə ki, bir insan açıqda içki içirsə, kafedə gedir pivə içirsə, açıq şəkildə qumar oynayırsa, açıq şəkildə bir günah eləyir və ona deyildiyi zaman ki, bu günahı eləmə, bu işi görmə, bu günahdır. O da deyir ki, əşki, bu niyə günah olsun ki, hər şey günah deyirsiniz. Yəni bu adamın gedib səhvin desən hardasa, bu qeybət sayılmır. Çünki o həm aşkar deyilir o işi, həm də ona deyildiyi zaman, ona etiraz olunduğu zaman o deyir ki, mənim bu gördüyüm işdə heç bir qəbahət yox. Bu qeybət sayılır. Bir də var ki, qeybətdən əlavə, qeybətin üstünə bir də əlavə günah gəlir, iftira məsələsidir. Qeybət olunan şeyi açıb cəmaət içərisində demək, iftira isə olmayan şeyləri cəmaət içərisində deməkdir. Yəni, deyək ki, bir adam gizlində bir pis iş görüb, onu açıb deyirsən, bu olur qeybət. Amma bir də var ki, adam heç bir pis iş görməyib, eşidirsən, zənn edirsən və yaxud da ki, öz nəfslindən dolayı ona bir pislik edəsən deyə cəmiyyət içərisində onu etmədiyi bir əməli deyirsən. Bu iftiradır. İftira həm qeybətdir, həm iftiradır. Deməli, iftira qeybətdən də böyük günahdır. Biz dedik ki, İslamda bəzi günah, bəzi əməllər var ki, Allah-u Teala onun cəzasını şiddətli şəkildə qoyur. Deməli, bunlardan biri zina məsələsidir ki, faiz məsələsidir ki, biz bu məsələni bir neçə xütbə əvvəl qeyd eləmişdik. Allah-u Teala Quran-ı Kərimdə deməli, faiz yiyənlər haqqında belə buyurur. Qiyamətin səhnəsində, yəni qiyamət baş verəndə insanlar Allah-u Teala'nın buyurduğu kimi qəbirlərdən çıxarılacaqlar. Amma bir toplum olacaq ki, onlar qəbirlərindən Allah-u Teala'nın Quran-ı Kərimdə buyurduğu kimi onlar qəbirlərdən şeytan vurmuş dəlilər kimi çıxacaq. Yəni, hələ qiyamət baş verməyib, sadəcə qəbirdən çıxırıq, hələ o abu-havanı görməmişik. Amma faiz yiyən insanlar artıq, hələ qiyaməti görməmiş, artıq qəbirdən o qiyamətin sanki dəhşətli, yəni qiyamətin dəhşətini yaşayaraq çıxarılır. Yəni, Allah Teala'nın onlara artıq günahın, faizin günahını onlara artıq qəbirdən çıxan kimi daddırır. Və faizin digər bir günahı da Allah Rəsulü hədis şəriflərdə buyurur ki, bir insan faiz yiyərkən, faiz işi ilə məşğul olarkən, sanki, bu əlbəttə ağır bir sözdür, sanki öz anası ilə zinə etmiş kimi. Yəni, təsəvvür elə ki, qiyamətdə bəzi qruplar olacaq, cəza görəcək qruplar olacaq, içki içən, namaz qılmayan, namazın qəza eləyən və başqa-başqa işlər, faiz yiyən və bəzi qruplar da olacaq ki, bu söz ağır sözdür, öz anası ilə zinə edən qruplar. Bəzi insanlar baxacaq ki, milyonlarla insan bu cərgədə düzülüb, insanlara təəccüb gələr ki, dünyada necə insanlar var idi, öz anası ilə, valideyni ilə zinə eləyirdi. Amma orada izah olunacaq onlara ki, xeyr, bunlar dünyadaykən faiz yiyən insanlar idi. O da ona görə ki, insanların xəstəliyi var, həkimə ehtiyacı var, pula ehtiyacı var,
bir sıxıntısı var, gedib kimdənsə pul alır, onun borc yerinə ona faiz verir. Bu, insanların çətinliyindən sui-istifadə etməkdir ki, Allah da bunu mütləq cəzalandıracaq. Qibətin də əlbəttə ki, cəzası çox şiddətlidir. Allah-u Teala Quran-ı Kərimdə Hucurat surəsində belə buyurur: Ey iman edənlər deyə başlayır surə. Biz surənin deməli orta hissəsindən oxuyuruq, amma başlanğıcında Hucurat surəsi 13-cü ayədə Allah-u Teala belə buyurur: Ey iman edənlər, bir-birinizin qeybətini etməyin. Hər hansısa biriniz ölmüş qardaşınızın ətini istəmədiyiniz halda yeməyə razısınızmı? Əlbəttə ki, bir var insan əti yeyəsən, bu ən böyük günahdır. Bir də var öz yaxın qardaşının ətini yeyəsən. Bu səhnə də qiyamətdə baş verəcək. İnsan əti yeyən insanların bir qrupu olacaq. Bunların təsəvvür eləyək ki, əslində heç bir deməli insan əti yeməyiblər, heç bir ət yeməyiblər. Sadəcə qeybət etdiyindən dolayı Allah-u Teala onları cəzalandırır. Demək, bir günlər Allah Rəsulu sallallahu aleyhi və səlləm yenə qeybət haqqında danışarkən buyurur ki, ey cəmaat, qeybətdən çəkinin, çünki qeybət zinadan da daha şiddətlidir. Sahabələr də bunu eşidəndə deyirlər ki, ey Allahın Rəsulu, bu necə ola bilər? Yəni bir insan qeybət edir, biri də gedir zina edir. Bu necə bununla bərabər ola bilər? Hətta daha şiddətli ola bilər qeybət zinadan. Allah Rəsulu belə buyurur. Deyir ki, bir insan zina edərsə, bir insan deyək ki, namazını qəza edərsə, içki içərsə, bu gedər Allah-u Teala'dan tövbə eləyər, Allah onu əfv eləyər. Yəni Allahla öz arasındakı olan günahdır. Amma bir də var ki, qeybət eləyər, bunu Allah bağışlamayacaq. Ona görə ki, orada qul haqqı var. O insan gedib o qul haqqının, yəni qarşı tərəfdən qeybət etdiyi insandan halallıq aldıqdan sonra Allaha tövbə edərsə, Allah sonra onu əfv eləyər. Demək, bir hədis şərifdə çox ciddi şəkildə Allah Rəsulu bizləri xəbərdar eləyir. Burada çox önəmli sözlər var. Allah Rəsulu sallallahu aleyhi və səlləm hədis şəriflərin birində belə buyurur. Ey dili ilə iman edib, amma imanı qəlbinə girməmiş cəmaat. Yəni, dillə iman etmişik deyirik, amma əslində isə etdiyi əməllər onu göstərir ki, hələ də onun imanı qəlbinə getməyib, sadəcə dilində qalır. Allah Rəsulu davam edir. İnsanların qeybətini etməyin. Onların səhvlərini araşdırıb axtarmayın. Müsəlman qardaşının səhvlərini araşdıranın, Allah da onun səhvlərini araşdırar. Allah hər kimin səhvini araşdırarsa, o adam rəzil olar, rüsvay olar. Hətta evinin içində olsa belə, Allah onun səhvlərini üzə çıxardar. Bu nə mənadadır? Biz deyək ki, hər kəsi hər yerdə görə bilmirik. Yəni, kimsə bizim yanımızda nəsə səhv iş görərsə, biz onu bilərik ki, bu adam səhv iş görür. Amma Allah Rəsulu bildirmək istəyir ki, siz evinizin içində olsanız belə, tək olsanız belə, sizin bəzi günahlarınız var ki, Allah onları bilir. Əgər siz cəmaatın sizin yanınızda olan günahlarını açıb cəmaat arasında desəz, sizin də Allahla aranızda günahlar var ki, Allah onları açıb cəmaat arasında deyə bilər. Hətta heç bizim öz ailəmizin içində olan səhvlərimiz var, günahlarımız, xətalarımız var ki, Allah Teala elə onları açsa, əlbəttə ki, biz rəzil olarıq, biabır olarıq. Və burada bir çəkindirmə var və Allah Rəsulu bizləri xəbərdar edir. Və bu barədə deməli ayə var, Mücadilə surəsində Allah Teala belə buyurur. Məyər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? 3 nəfərin arasında gedən elə gizli söhbət yoxdur ki, onların 4-cüsü, 5 nəfərin 6-cısı Allah olmasın. İstər bundan az, istərsə də çox olsunlar, harada olurlarsa olsunlar, Allah onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini Allah xəbər verəcək, Allah hər şeyi bilir. Allah Teala burada bildirmək istəyir ki, 3 nəfərin arasında söhbəti, yəni elə bilirsiniz ki, elə ancaq 3 nəfər bilir. Əlbəttə ki, Allah deyir ki, onların 4-cüsü Allahdır. Yəni, Allah bilir sizin nə etdiklərinizi. Hətta Allah Teala buyurur ki, o az da olsa o cəmaat, çox da olsa, hətta 2 nəfər belə olsa, mütləq onun 3-cüsü Allah olacaq. Allah sizin etdiklərinizi biləcək. Yəni, Allah bizə burada deməli, bizi çəkindirmək istəyir ki, sizin yanınızda əgər bir gizli söhbət olubsa, mənim də yanımda sizin gizli işləriniz var. Siz açmayın onları cəmaatın arasında ki, mən də onları açıb cəmaat arasında sizi biabır eləm. Allah bizləri bu mənəvi xəstəlikdən xilas eləsin. Həqiqətən hamımızı artıq bu xəstəliyə düçar olmuşuq. Şəfası da əlbəttə ki, bu ayələri oxumaq, hədisləri oxumaq, üzərində düşünmək və Allah qorusun,
bir anlıq o cəzamızı düşünək ki, sanki ölmüşük, getmişik, bu günahlarla getmişik, Allah bizi cəzalandıracaq. Bu cəzalara dözə bilərik yoxsa yox, bu düşüncədə olmaq lazımdır.